Yeraltı tunnellər olaraq bilinən bunkerlər mülki müdafiədə kollektiv mühafizə vasitələrinin əsas növlərindən biridir. Onlardan ilk dəfə 1-ci Dünya müharibəsi zamanı istifadə edilib. Bunkerlərin tikintisində inşaat materiallarına, möhkəmliyə xüsusi diqqət yetirilir. Çünki bunker nüvə partlayışının zərbə dalğasından, radioaktiv, kimyəvi, bakterioloji maddələrin təsirindən qorumalıdır. Bakıda belə sığınacaqlardan biri Səbail rayonu, Cəmil Hasilov küçəsi yaxınlığında yerləşir. Çox insanın məlumatsız olduğu bu sığınacağın Sovet dövründə, təxminən 1980-1987-ci illərdə inşa edildiyi deyilir. Bunkerin hansı müddət ərzində, nə qədər işçi qüvvəsi ilə tikildiyi barədə dəqiq məlumatlar yoxdur. Lakin görünən odur ki, buradan heç vaxt təyinatı üzrə istifadə edilməyib. Buna baxmayaraq, bütün lazımi avadanlıqlar, təmiz havanın təmin olunması, enerji, istilik, su təminatını həyata keçirəcək qurğular quraşdırılıb və xüsusi mühafizə sistemi yaradılıb.